Dilbəra, mən səndən ayrı təndə canı neynərəm? Mal-ı mülkü, təxt-ü tacı, xanimanı neynərəm? Ta ki gördüm fəzli halın, qılmışam dərdə dəva. Mən sənin bimarınam, özgə dəvanı neynərəm? Çox dualar qılmışam mən Xaliqin dərgahına, çün muradım hasil olmaz, mən duanı neynərəm? Ey müsəlmanlar, bilin ki yar ilə xoşdur cahan. Mən ki yardan ayrı düşdüm, bu cahanı neynərəm? Dilbər öldü ey Nəsimi, səbr elə, qılma fəğan. Mən bugün səbr eyləsəm, dəxi fəğanı neynərəm? Rasim müəllimdə bu fikrin əksi var. Ya 100 il bundan əvvəl yaşamalı idi, ya 100 il bundan sonra idi ki, zaman sizə görə deyil. Deyəsən, mən bu zamanın adamı deyiləm. Bəzi şeylərə uyuşa bilmirəm. Özümdən asıl deyil. Hamletdə belə bir şey var, yadınızdatsam. Orada Hamlet neyi verir ki, çal. O da deyir ki, mən axı bunu çala bilmirəm. Deyir, bəs sən mənim ürəyimi çalmaq istəyirsən. Yəni, neyi çala bilmirsən, amma mənim ürəyimi çalmaq istəyirsən. İstənilən halda bunu demək istəyirsiniz ki, insanın mənəvi aləminə sədaqəti həmişə onu qoruyur. Bəxt anlayışına inanan insansınız. Verilən bəxtlə sizcə insan savaşmalıdır, yoxsa barışmalıdır? Biraz qane olmalıdır, amma mübarizə, insan mübarizə aparmalıdır. Amma bəxt də bəxt.